Salam olsun yaxşılara. Dostum yenə mənəm yazan, yenə mən bəxtəqara. Dost yenə düşdüm mən, dost bildiyim şərəfsiz. Əqidəsiz qardaş bildiyim saxta, dosta görə getmir dara. Ay qardaş qalmışam matməyətə, axı zaman bunları bu hərəkətləri ilə aparır hara. Deməli yazım sənə, sən də dinlə başıma kənəni. Biriləri vardı mənə qardaş deyirdilər, aldılar qopartdılar məndə olan insanlara olan güvəni. Bunlara güvənərək bunlara qardaş dedim. Bunlar əsl fahişəymiş sən demə. Məiyyətim axı hardan biləydim. Həmişə dua edərdim onlar üçün, Allaha deyərdim rahat olun, mən tək qardaşınız varsa sizin çətinliyə düşməzsiz daha. Niyyətim bunlarla təmiz, yanaşmayım kişi kimi. Mən nə biləydim ki bunlar əslində külküdürlər, bəhbədilər. Amma özlərini aparırmışlar giya, on kişi kimi. Neysə ay dost, niyyətimdə bunlarla təmiz. Kişi kimi pul bölməkdi əvvəllər mənim fikrim. Bunlara əl tutmaq, müşküllərini həll etməkdi fikrim. Əlimə gələn pulu bunlarla yarıya bölməkdi. Deyirdim ki qardaşlıq varsa ölmək vardı, amma yoxdu gətir geriyə dönmək. Niyyətimdə təmiz olaraq təhlükəli işlərə girdim. Ay dost çox pul gətirəcək işlərə girdim. İnanırsan ki ay dost 100% alması işlərim alınmıyordu. Hesab elə ki qul dalınca gedirəm, bir də sonda işim sonu doş alınmırdı. Oturub düşünürdüm niyə axı bu belədir ay dost. Sən demə görəcəyim varmış mənim qarşıda, bu da səbəbiymiş ay dost. Deməli sən mənə bax, mənim yanaşmama. Mən nə biləydim ki sabahımda nə çıxacaq mənim qarşıma. Sənə danışım, sən də qiymət ver, dəyərləndir. Mənə sonra cavab ver qardaş, gör günah məndədir. Demək sənə yazdıram 2 gün əvvəli, başıma gələni, mənə zərər verəni. Dost bildiklərimlə çıxdım mən bir çətin yola. Niyyətimiz pul qazanmaq edir, axı hamımız düşünüşük türklər demişkən çətinə zora. Neysə işi gördük, çətinliklər gətirdik başa. Nəticə pul ortada hazır, pulu həvalə elədim inandığım saxta qardaşa. Pul az olsa da mənim qardaşım, müşkülümü tam həll etməsə də mənim qardaşım. İralaraq bunlara telefon elədim, işimi aparan vəkilimə.